Guys, bu günlər yeni bir kontentlə gəlmişik. Mükafat qarşılığında insanların ingilis dil səviyyələrini yoxlayırıq. Gonna be interesting, buckle up. Easy money guys, easy money. İngilis dilində bilin pul qazan. Yox deyə, amma sonra deyirlər ki, pul qazanmaq olmur. 3 mərhələdən ibarətdir. Asan 5 AZN, orta bab 10, daha çətin olacaq artıq 20. Hansını? Orta seçelim. Orta, okey. Bir dənə orta. Gedər. Mən burada 3 ildir işləyirəm. I have been working here about 3 years. Yes, for 3 years. Well done. Kazandılar. So, well done. Talih Bey, sevilirsiniz. Они приехали в Баку на прошлой неделе. Ne bu? До свидания. Əgər yağış yağmasa, parka gedəcəyik. If it won't rain, if it doesn't rain, we'll go to the Hara Parka gedəcəyik. Park. If it doesn't rain, we'll go to the park. Super, düz bildi. İşte ona zəncə etdi qayıtım, sağ ol. Əla. Hangi versiyon? Yo, yalandan edirəm. So, real people, real English, real money. Bir durun da, ağacanslar. Necə deyərəm, o hazırda televizora baxır. A few moments later. Mən kiçik olanda hər yay kəndə gedərdim. I was going in the village when I was young. Yo, elə işləmir. Money is waiting, guys. Where are you? Bilirəm ki, misasını gedəcəm, biləcəklər. Yəqin ki, daha damat yön verirlər də karoçi adamlara, referans verirlər. Ona görə də məncə yəni gedək. Sən heç vaxt qəhvə içmirsən. You never drink coffee. Çox bəli, getdi. Pronunciation-da problem var. Coffee deyir, amma okeydir də. Okay, bu da getdi. Çətin çəydin nə gələrdi? Çətin desəydin 20 AZN gələrdi. O maşın sürməyə öyrəşib. He adjusts to drive the car. Adjust? Adjust öyrəşmək deyil. Hepsədə ki, şad oldum. Bu məsələ gözlədiyimdən daha mürəkkəb oldu. This matter was more complicated than I expected. This should turn out to be more complicated than I had expected. Okay, I got Right? So been a pleasure guys anyway. Thanks a lot. Ən zoru mu seçeyim? 20 AZN. AZN ne? 20 manat. Ha, bana mı vereceksin? Sana vereceğim. Tərcümə edə bilirsən. Bilmezsen ne olacak? Ha, bilməzsən də salam aleykum eləyib gedəcəm. Tamam. Abi. Sen bana torpil yap. Torpil. Ben senin yerinde olsaydım bu işi kabul ederdim. If I was in your place, I would accept this job offer. Şimdi bak, burada qrammatik bir dənə səhvə yol verdin. If conditionalda biz was işlətmirik birincisi. Bu second conditional. If I were you, in your place olmaz. If I were you, I would accept that job, but still, so we're still looking for someone brave enough to take the challenge. Let's go. Понял, по-русски? Да. Да, конечно, можно. Давайте C1 попробуем. 20 манат? Да, давайте. Окей, почему бы нет? Чем усерднее ты работаешь, тем успешнее ты становишься. Мне перевести? Да. The harder you work, the more successful you become. Super, axır ki 20 AZN gəldi. So, əla, super. Pожалуйста, well done. Yeah, I am. So, mən Instagram'ı, TikTok'umu verim, follow please. Anime. So guys, bugünkü challenge bu qədər. Ümid edirəm zövq aldınız. Remember, English is not difficult. You just need to practice. Növbəti videolarda daha böyük mükafatlarla və daha çətin suallarla görüşənədək. Stay tuned. Bye bye.